Növbəti beynəlxalq tibbi innovasiyalar sərgisindəyik. Bugün biz burada Mərkəzi Gömrük Hospitalı olaraq öz stendimizi açmışıq və eyni zamanda açmamızdan məqsəd həm yerli, həm də xaricdən dəvət olunmuş bu sərgidə iştirak edən həm əməkdaşlarımıza, eyni zamanda kolleqalarımıza işlərimizi və xəstəxanamızı tanıtmaqdır. Hər kəs bilir ki, artıq Mərkəzi Gömrük Hospitalı orqan transplantasiya sahəsində regionda liderlik mövqeyindədir. İstər canlı orqan transplantasiyasında, istərsə də ilk dəfə regionda icra olunan meyitdən alınmış orqan transplantasiya sahəsində. Bu bizim nailiyyətlərimizi həm yerli mütəxəssislərə, eyni zamanda xaricdən dəvət olunmuş və beynəlxalq sərgidə iştirak edən xarici ölkələrdən, dövlətlərdən gəlmiş insanlarla paylaşmaqdır. Burada paylaşmaqdan məqsəd həm öz nailiyyətlərimizi onlara çatdırmaq, eyni zamanda gələcəkdə onlar üçün də faydalı işbirliyi yaratmaq, digər tərəfdən bizim üçün də faydalı ola biləcək hər hansı bir onların nailiyyətlərini də özümüzə alıb tətbiq eləməkdir. Və bugünkü sərgimizdə düşünürəm ki, həm bizim üçün, həm də bizimlə əməkdaşlıq etmək istəyən digər yol tərəfdaşlar üçün də uyğun və faydalı bir sərgi olacaq. Həm hospitalımıza, həm özümüzə, həm də bu sərginin bütün iştirakçılarına uğurlar arzulayıram.